Gələn dərsə qədər fikirləşin. Görək tapa bilərsiniz. Yəni sırf riyazi hesablamada amma məntiq də 100% lazımdır bu ayrı məsələ. Belə bir sual var. Deyir ki, bir nəfərin 17 dənə atı olur. 3 oğlu var, 3 oğul arasında bölmək istəyir. Amma oğullarını da imtahan edir. Oğullarına deyir ki, birinci böyük oğlunu çağırır. Deyir ki, məndən sonra atımın 2də 1-i sənindir. Ortancıl oğlu çağırır. Deyir ki, atımın 3də 1 hissəsi sənindir. Sonra da kiçik oğlu çağırır. Deyir ki, atımın 9da 1 hissəsi də sənindir. Bunlar çox fikirləşirlər. 17 dənə atdı axı. Nətər bölsünlər? 2də 1 var, 3də 1 var, 9da 1 var. Necə bölsünlər? Yəni atı bölə bilməzlər. Kəndin bir ağsaqqalı var, bu işləri yaxşı bilir. Gedilər onun yanına. Məsələni danışırlar. O da deyir ki, narahat olmayın. Mən sizin atanızın vəsiyyətinizi yerinə yetirəcəm. Və bölür. Doğru düzgün də bölür. Hamısı da razı qalır, çıxıb gəlirlər. Necə bölür və hərəsinə neçə dənə at düşür. O sizə tapşırıq. 17 dənə at var. Birinə 2də 1 hissəsi, birinə 3də 1 hissəsi, birinə də 9da 1 hissəsi düşür. Necə bölür? Yox, heç bir problem olmur. Hamısı da razı qalır, tam doğru bölgü oldu deyir. Hamısı da çıxır gəlir.